Nə zaman bu qərarı verə bilərəm ki, doğrudan real seçim kimi dəyərləndirim onu? Xaricdə təhsilə getməliyəm. Xaricdə təhsil var, bakalavra gedirsiniz. Var mastera. Bunlar tam başqa bir şeylərdir mənim üçün. Çünki siz əgər hazırda işləyirsinizsə, tutalım müəyyən bir sferada işləyirsinizsə, siz bu sferada irəli getmək istəyirsinizsə, Artıq masterdır. xaricdə o artıq masterdır. Siz artıq gedib xaricdə o masterı eləyəcəksiniz. Amma burada bir dənə başqa bir məqam da var. Opportunity cost deyilən bir şey var. Yəni siz hazırda işləyirsiniz, Bakıdasınız, düzdürmü? Aylıq məvacib alırsınız hazırda, düzdürmü? Bakıda networkingləriniz yaranır sizin, düzdürmü? Və təsəvvür edin ki, siz bunu hamısını tulluyursunuz. Hə, qoyub hamısını getmək. Qoyursunuz və gedirsiniz xaricə 1 il yarım və yaxud 2 ilə. Mənim təcrübəmdə bunlar çox olub. Hətta Bu karyera qırılmır qayıdıb gəlinəndən sonra belə axı sizin artıq mindset tam başqa olur və sizə adaptasiya eləmək lazımdır hələ yenidən Azərbaycan işgüzar mühitinə. O adamlarda problem yaradır.